Şəmkirdə bədbəxt hadisə baş verib. Hadisə rayonun Abbaslı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1991-ci il təvəllüdlü Əlxan Qasımov övladı İsə Qasımov ilə birlikdə qarşısında dayandığımız avtomobilin təkərini təmir edilərmiş. Bu zaman avtomobilin altında açar qalıb. 2012-ci il təvəllüdlü İsə Qasımov avtomobilin altından açarı götürmək istəyən zaman ehtiyatsızlıqdan avtomobil onun üzərinə aşıb. Nəticədə İsə Qasımov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Bədbəxt hadisə nəticəsində ölən 13 yaşlı İsə Qasımovun atası bildirib ki, hadisə anidən baş verib. Axşam saat 10-11 olardı. Elə bir maşının qabaq təkəri dəyişilmişdi. Dedik onu dəyişək. Qaldırdıq danqarata. Təkəri açdıq. Mən elə bagajdan gəlib təkəri götürənə kimi maşının altında hasar qalmışdı qabaq tərəfində. Uşaq elə altına uzanıb, qabaq panelinə dəyib nədir? Maşını sikəlib. Maşın üstə düşübdü. İki oğlum çıxırdı ki, ata maşın düşdü danqaratdan, uşaq altda qaldı. Ondan sonra da yürüdüm, elə nətər qaldırdım, bilmədim, elə nətər oldu. Qaldırdım, elə tez banisəyə götürdük. Qeyd edək ki, ailə başçısı Əlxan Qasımovun 5 övladı olub. Bədbəxt hadisə nəticəsində həyatını itirən 13 yaşlı İsə Qasımovun meyiti müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin publik hüquqi şəxsin Şəmkir rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV Şəmkir.